Bizim evdə bir qanun var. Nəsə xarab oldusa ya aylarla elə qalacaq, ya da axırda mən düzəldəcəm. Bugün də həmin günlərdən biri idi. Yeni vloqumdan hər kəsə salam. Bu vloqu mətbəxdə başlayır, sonra isə harda bitir videonu izləyənlər görəcək. Səhərlər mənim ilk 1-2 saatım tamamilə başqalarına məxsus olur. Balaca qızımı bağçaya hazırlayıram, yoldaşımı işə yola salıram, böyük qızımın yeməyini verirəm, qaynanamın dərmanlarını və yeməyini hazırlayıram. Bütün bunlar bitəndən sonra isə sıra nəhayət özümə gəlir. O vaxtda da adətən saat 11, 12, bəzən hətta 1 olur. Ona görə səhər yeməklə günorta yeməyini birləşdirirəm. Həm vaxtım daha yaxşı keçir, həm də gündə 2 dəfə qidalandığım üçün bu arıqlamağıma da qismən də olsa kömək elədiyini düşünürəm. Dünən bazara getmişdim. Bir neçə şeylər aldıq. Bilmirəm niyə, amma mən bazarı çox sevirəm. Marketdə hər şey səliqəli, rahatdır, amma bazarın tamam başqa hava-havası var. Hər dəfə gedəndə elə bilirəm ki, nəsə maraqlı bir şey tapacağam. Tək mən belə düşünürəm, yoxsa siz də bazarı sevirsiniz. Vlogun əvvəlində dediyim kimi bir şey mən düzəltmədimsə, o aylarla qalacaq. Ona görə bu dəfə gözlətmədim. Elə bu su krantını özüm dəyişdim baş hissəsini. Çünki su normal gəlmirdi. Belə olanda da adam əsəbləşir. Daha tez yuyacağım qabları, çox gecikir yumağım, su zəif olur deyə. Nəysə ki, həll elədim bir şəkildə və rahat formada işlərimi görməyə davam eləyirəm. Bilmirəm bu adət sizdə də var, yoxsa yox, amma bizdə bu formadadır. Əvvəllər evdə nəsə xarab olanda həmişə gözləyirdim. Deyirdim müşfiq gəlsin düzəldər. Sonra gördüm ki, bəzən o qədər yorğun gəlir ki, nə həvəsi olur, nə də taqəti. Düzdür, kişilər də bütün gün işləyirlər, yorulurlar. Amma bir həqiqət də var ki, evdə olan işlər heç vaxt bitmir. Sadəcə onların çoxu gözə görünmür. Səhərdən axşama qədər nəsə yığırsan, silirsən, bişirirsən, yuyursan. Günün sonunda baxırsan ki, bütün günü işləmirsən, amma kənardan baxan elə gəlir ki, göy heç nə etməmsən. Ona görə də son vaxtlar bacardığım işləri heç kimi gözləmədən özüm həll etməyə çalışıram. Kimisə günahlandırmaq üçün yox. Sadəcə bilirəm ki, o iş yenə mənim qarşıma çıxacaq və mənim işimi daha da çətinləşdirəcək. Həm də ki, əvvəllər çətin görünən işləri edəndən sonra görürəm ki, elə də qorxulu deyilmiş və buna görə də söhbət salmağa dəyməz deyə düşünürəm. Bu arada bayaqdan bazar haqqında o qədər tərif yağdırdım. Bu qarğıdalların bəzilərini heç açıb baxmamışdım. Qabıq hissəsinin ki, içi necədir. Evə gələndə açıb baxıram ki, bəziləri hansı ki o baxmadıqlarımın içi xarabdır. Digər tərəfdə çox müştəri var idi. Onun düz yanında qarğıdalı satanda isə demək olar ki, heç müştəri yox idi. Mən dedim ki, bu az olan yerdən gedim alım ki, bir o da evinə çörək pul apara bilsin. O da ki, sağ olsun. Baxıram ki, çoxsu xarab imiş, nəysə eybi yoxdur, əsas can sağlığı olsun, bunlar düzələn şeylərdir. Qarğıdalların bir hissəsini qaynadacağım, bir hissəsini isə soyuducuda qoyacağım ki, onu da bir sonraki gün qaynadaram, uşaqlar yeyərlər. Mən özüm də çox sevirəm qarğıdalını. Pendir də yerləşdirib bir an öncə yemək bişirməyə başlamaq istəyirəm. Pendiri bəzən olur ki, çox tələsirəm və elə adi suya qoymadan saxlayıram. Çünki maşallah bizdə pendir çox yaxşı yeyilir. Uşaqlar da əvvəlcədən kənd məhsullarını necə öyrəşdirmişəmsə, ona görə rahatlıqla yeyirlər. Yəni körpəliklərindən indi bəzi uşaqlara fikir verirəm ki, kənd toyuğu yemirlər, pendir və sair ümumiyyətlə dillərinə vurmurlar. Bizdə çox şükür ki, elə deyil. Sadəcə uşaqlar südü sevmirlər. Qalan pendir, şor, qatıq, bu kimi şeyləri çox sevərək yeyirlər. Yəqin ki, bu da genetik olaraq məndən keçib, çünki mən özümdə ağartı məhsullarını həqiqətən çox sevirəm. Bir süd xaric. İş görərkən belə beynimin içində bir düşüncə var. Tez bunu da eləyim, sonra ona keçim. Tez onu da eləyim, sonra buna keçim. Amma bu yaxınlarda bir video da eşitdim ki, orada deyirdilər ki, gün ərzində bəzən olur ki, o qədər çox edəcək şeyləri fikirləşir ki, bunu da eləyim, onu da eləyim. Günün sonunda heç o şeylərin çoxunu eləmirik, amma görürük ki, yorğunuq. Buna səbəb bunu düşünməklə enerjimizi tükənmiş oluruq. Yəni o işi görəndə nə qədər enerji xərcləyəcəksə, onu düşünəndə onun o yorğunluğu üstümüzə çökür və elə eyni enerji getmiş olur. Burada isə yeni kollagen listini götürürəm. Artıq bir dənəsini bitirmişəm. Düzdür, vaxtında içə bilmirəm, amma çox yaxşıdır. Həm dəri üçün, həm dırnaqlar üçün, saç üçün, nə bilmək, hər şey üçün çox xeyirlidir. Mən Trendyoldan sifariş etmişəm, gündə 2 dəfə içirəm. Bu arada nə bişirdiyimi heç sizə demədim. Jülyen bişirməyə çalışacağam. Mən ümumiyyətlə göbəkli, qaymaqlı yeməkləri çox sevirəm. Yanında da plovla çox əla alınacaq deyə düşünürəm. Bilmirəm siz jülyeni hansı formada eləyirsiniz, amma mənim vaxtım olmadı ki, mən onun reseptinə baxam. Reseptdə demək olar ki, unutmuşam. Belə təxmini öz bildiyim qaydaya uyğun eləyirəm. Soğan biraz qovrulandan sonra üzərinə döşətini əlavə edəcəm. Sonra göbələyi, onlar da qovrulandan sonra qaymağı da əlavə edib qarışdırıram. Üzərinə biraz adviyatlar, sonra Anjeli sağ olsun burada o növsük qurban mənə kömək eləyir, pendirləri o rəndələyir. Videonu səsləndirərkən Anjeli yanımdaydı. Anjeli adını eşidən kimi o dəqiqə sevinərək gəldi yanıma.
Mən bu yeməyi də hazırlayarkən bilirsiniz nə üçün tələsirəm? Bir çəkilişim var, Stanley termosunun reklam çəkilişidir. Onu etməliyəm mütləq şəkildə. Ona görə tələsirəm ki, tez bazar bunu eləyim, qaçım yuxarıda ikinci mərtəbədə tez onu da çəkilişini eləyim ki, o da aradan çıxsın. Çünki axşama onu da editləyib videonu təhvil verməliyəm. Yəni Instagram səhifəmdə paylaşmalıyam. Mən bir neçə yemək səhifələrində də görürəm ki, orada dönə-dönə deyirlər ki, toyuğu suya vurmaq olmaz, onda mikroblar daha çox artır və eyni ilə göbələyi də suya vurmaq olmaz, mikrobları artır, qaralır, daha çox su verir. Amma elə bilirəm ki, yumuyanda da o təmiz olmur. Siz necə edirsiniz? Ümumiyyətlə mənə maraqlıdır. Bir də sizə onda deyim ki, videomu izləyirsinizsə, zəhmət olmasa kanalıma abunə olun və videomu like eləyin ki, daha çox həvəslənin video çəkməyə. İnanın ki, o görüntüləmələr artdıqca videonun, like'lar, kommentlər artdıqca adam daha çox həvəslənir. Düşünürsən ki, hə, etdiyim əziyyətin qarşılığı var. Günün sonunda isə uşaqları evimizin yanındakı küçədə aparıb gəzdirirəm, sonra biraz parkda yerlədirəm və evə qaytarıram. Hələlik bugünkü vlogdan bu qədər. Özünüzə yaxşı baxın.